Həyatda qarşılaşdığımız sıxıntılar və problemlərlə necə davranaq? Onların öhdəsindən necə gələk? Bununla bağlı psixoloqların bir sıra göstərişləri var. İlk olaraq dünyanı problemsiz və sıxıntısız təsəvvür etməyək. Quranın da buyurduğu kimi buyurur, biz insanı çətinlikdə yaratdıq. Yəni insanların həyatı çətinliksiz və sıxıntısız təsəvvür etmək olmaz. Hər insanın həyatında bu fərqli formalarda ola bilər. Deməli, ilk olaraq problemlərin olmasını həyatımızın bir hissəsi kimi bunu qəbullanmalıyıq. Bu birinci məsələ. İkincisi bundan ibarətdir ki, problemə qarşı, o sıxıntıya qarşı baxış açımızı dəyişək. Problemləri gözümüzdə çox böyütməyək, sıxıntıları çox böyütməyək. Və hətta burada qeyd olunur ki, bəzi problemlərin və sıxıntıların həqiqətdə insana vura biləcəyi zərbə insanın onu öz gözündə böyütməsindən qat-qat daha aşağıdır. Yəni biz bəzən problemi o qədər çox böyüdürük ki, zehnimizdə böyütdüyümüz o problem bizə həqiqətdə psixologiyamıza problemin həqiqətdə olmasından qat-qat daha böyük zərbə vurur. Bu ikinci məsələ. Demək, problemin özünü gözümüzdə heç bir zaman böyüdüb onu daha da belə həll olunmaz və çox böyük bir şeyə çevirməməliyik. Üçüncü məsələ isə problemlərlə davranışda problemi böyütmək əvəzinə öz şəxsiyyətimizi və öz mənəviyyətimizi böyütməliyik. Diqqət eləyin, uşaq körpə yaşında bir uşağın əlindən oynadığı hər hansı bir şeyi aldığımız zaman, istər bu oyuncaq olsun, istər başqa şey olsun, aldığımız zaman uşaq buna çox narahat olar və ağlayar, qəmlənər, onu özü üçün böyük bir şeyə çevirər. Niyə? Çünki uşağın şəxsiyyəti kiçik olduğu üçün, uşağın şəxsiyyəti böyük olmadığına görə, özü kimi kiçik olduğuna görə o hadisəni çox böyük bir şey kimi qəbul edirdi. Deməli, həyatımızda baş verən hadisələrə qarşı hadisəni böyütmək əvəzinə öz mənəviyyətimizi və şəxsiyyətimizi böyütməliyik. Uşaq çünki böyüyəndən sonra o əlindən alınan oyuncağın o qədər də dəyər veriləcək bir şey olmadığını anlayar, böyüyəndə. İnsan da bəzən problemlərə qarşı bu cür olmalıdır. Problem və sıxıntı zamanı şəxsiyyət və mənəviyyətimizi o qədər yüksəltməyi bacarmalıyıq ki, hadisələri, belə deyək, problemləri və sıxıntıları kiçiltməyi bacaraq. Şəxsiyyətimiz böyüsə, hadisələrin bizə olan təsiri də bir o qədər azalacaq. Yəni, hadisələrə bir növ yuxarıdan aşağı baxacaq.